Haberliğimiz davam eləyir. Günaydın söylüyoruz hər birinizə. Artıq elə proqramımızın əvvəlində bugün izləyicilərinizdən və şahidlik edəcəyiniz söhbətlərdən, mövzulardan kifayət qədər agahsız və yeni bir mövzumuz artıq bu andan etibarən start götürəcək. Yenə də poetik qoxu hər birinizə buradan artıq sizin əsəcək. Bugün 22 iyun xalq şairi, tərcüməçi Xəlil Rza Ulutürkün doğum günüdür. Onun adı çəkiləndə ilk olaraq Azərbaycan xalqının milli azadlıq mübarizəsində xüsusi xidmətləri olan və müasir poeziyamıza milli azadlıq ideyaları gətirən bir şair obrazı göz önündə canlanır. Əslində bu şair fikirlərini, ali ideyalarını öz misralarında çox gözəl bir şəkildə ehtiva edir. Amma yenə də bugün dəvət etdiyimiz qonaqlar Xəlil Rza Ulutürkün ölməz obrazını, fəaliyyətini qarşıdakı dəqiqələrdə hər birinizə təqdim eləyəcəklər. Firəngiz Ulutürk, Xəlil Rza Ulutürkün ömürgün yoldaşı. Yəqin ki, bir insan olaraq, bir ailə başçısı olaraq onunla bağlı xatirələrini ən səmimi şəkildə, ən isti bir nəfəsdə sizə təqdim eləyəcək. Və növbəti qonağımız yazıcı, publisist, əməkdar, jurnalist, bizim sevimimiz Flora Xəlilzadə. Bu həftədə görüşməyə çox şadıq. Növbəti həftədə yeni bir mövzuyla gözləyirik və bizim Ələxsusda İncəsənət Universitetinin tələbələri olan gənclərə çox doğma bir sima, doğma bir ad, Məleykə Alıqızı, qiraət ustası, İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru. Xoş gəlmişsiniz hər biriniz. Əslində bugün elə bir insan haqqında danışırıq ki, hər bir kəsin Xəlil Rza Ulutürk haqqında deyəcək, ən azından bir neçə misrası var. Ən azından onun haqqında bölüşəcək bir neçə fikri var. Amma icazə versəydiniz, ilk olaraq söhbətə məhz Firəngiz xanımla başlayardıq. Çünki biz onu obrazını, təbii ki, bir çoxları onunla ünsiyyətdə olmaq, onun müəyyən bir xarakterik cəhətlərini canlı-canlı izləmək nəsib olub. Amma məhz bir dam altında yəqin ki, o daha canlı bir obrazını bugün Firəngiz xanımın xatirələrində yaşadır. Firəngiz xanım, Xəlil Rza Ulutürk haqqında danışanda, Xəlil haqqında danışanda ilk olaraq nədən başlayırsınız? Onun mübarizliyindən. Mən onsuz da əbədiyəm, Cahangirlər gəldi gedər. Bir gün başım getsə verərsən can, sən yadaların qarşısında heç bir zaman qara geymə. Ey Ağdonlu anam mənim, Ağçələngli Azərbaycan. Və yaxud başqa bir misra, itib batmaq üçün yaranmamışam. Dünənəm, bugünəm, gələcəyəm mən. Bir gün bu dünyadan köçsəm də nə qəm, dünyaya yenidən gələcəyəm mən. Həqiqətən də Xəlil Rza mənim üçün ölməyib. O həmişə sağdır. Çünki mən onun bütün əsərlərini demək olar ki, araşdırıram, öyrənirəm və çap elətdirməyə hazırlayıram. Və demək olar ki, bu işləri görmək üçün də əlbət ki, müəyyən uzun bir vaxt lazımdır. Xəlil Rza sadəcə olaraq bir mübariz şair deyirdi. Həm də ki, çox mənəvi cəhətdən o qədər təmiz, sağlam ailə başçısıydı ki, mən də məsələn elə bilirəm ki, məsələn, yaxınlarımın içərisində elə bilirəm ki, heç ona tay adam yoxdur. Öz yaxınlarımızın içərisində. Çünki həm Allah Teala ona yüksək mədəniyyətə bəxş eləyib. Eyni zamanda yüksək insani keyfiyyətlər ki, o keyfiyyətlərlə o heç kəsi incitmək istəməyib. Ola bilər ədəbi aləmdə xoşu gəlmədiyi adamlar olar, ya onların nöqsanlarını görər, onlara qarşı kəskin çıxış eləyər. Amma evdə, məsələn, mən görmürəm, məsələn, həmişə deyirdi ki, uşaqlarla mehriban rəftarı, onlar bizim gələcəyimizdir, qoy yaxşı sözlər eşitsin səndən. Amma mən onlarla vuruşanda neyin üstə vuruşurdum? Dərsi oxumusan, niyə oxumamısan, yazı yazmısan, yəni vacib olan gələcəyi hazırlamaq naminə mən onlarla mübarizə aparmışam. Amma bütün bunlara baxmayaraq, o deyirdi ki, onlara elə demək lazımdır ki, uşaq özü geçsin kitabın üstünə. Məcbur eləmək gerək. Özü bilsin ki, bu lazımdır. Firəngiz xanım, mən nəyə nəzər salıram sizi dinləyə-dinləyə? Fikirlərinizi sanki əsl Xəlil Rza Ulutürkün ömürgün yoldaşına yaraşacaq bir qətiyyətdə çatdırırsınız. Çox şax bir şəkildə çatdırırsınız. Azər, mən mütləq burada müdaxilə eləyəcəm.
Mirzə Cəlildən üzü bəri bizim böyük şəxsiyyətlərimizin həyat yoldaşları olub ki, onların fəaliyyətlərində, parlamasında, yaradıcılıqlarında böyük rol oynayıblar. Müstəsna rol adlarını da çəkə bilərəm. Amma bu mübaliğəsiz belədir ki, Frəngiz xanımı bugün heç kəsinə müqayisə edə bilmirəm. İki fakt deyəcəm sizə. Biri, Xəlil Rza Ulutürk bütün məhəbbət şeirlərinin ünvanı yalnız Frəngiz xanım olub. İkinci, Frəngiz xanımı o həyatının günəş adlandırırdı. Və bu günəş elə belə xoş gəlmək üçün deyildi. Xəlil Rzanın ölümündən sonra bu günəşin işığında mən ciritlənmiş kitablar gördüm ki, onun hamısını yaradan, onun hamısının üstündə işləyən, arxivdən, əl yazmalar şəklində onu lupa ilə işləyən, üzə çıxardan, oxuculara çatdıran məhz Frəngiz xanımı götürmüşdü. Yəni bu qadın bir pərvanə kimi vaxtı ilə onun öz başına dolanırdı. İndi isə onun yazılarının başına dolanır. Onun kəlmələrini, misralarını belə qoruyaraq bir yerə cəm edir. Üstündə bir sevdalı, bir ana sevdası ilə, bir bacı sevdası ilə əsim əsir. Bu faktı da deməyi mən özümə borc bilirəm ki, tanıdığım xanımlar olub ki, sağlam kişilər onlar xəstə ediblər, onlar zəlil ediblər. Amma Frəngiz xanım bir xəstə kişinin, yəni fiziki cəhətdən xəstələndi, bilirsiniz, Xəlil Rza nə boyda əziyyətlər çəkdi. Onun üstündə necə əsdi, necə onu qorudu, yəni bunu deməsən günah olar və bugün bizim vaxtı ilə mənim Xəlil Rza ilə olan ünsiyyətim, onunla olan təmasım, mən Xəlil Rza ilə bəxtəvərəm ki, onunla təmasda olmuşam, onunla ünsiyyətdə olmuşam. Bugün o da dostluq məhz Frəngiz xanımla mənim aramda davam edir. Mən onu anam kimi sevirəm. Onunla bağlı yazdığınız publisistik yazıları oxudum və o səmimiyyət, bəli, və eyni zamanda bayrağımız Al Günəşdir, çadırımız Göy Qübbəsi başlığı altında olan publisistik yazınızı da oxudum və o hər bir hərfdə o istilik var idi, o səmimilik var idi və bilinirdi ki, təbii ki, bugün mən ötən söhbətimizdə də söylədim, elə bir mədəniyyətimizdə, incəsətimizdə insan yoxdur ki, onun haqqında bir publisistik yazınızı görməyəsiniz, amma daha isti, daha qaynar doğma təravət oradan duyulur artıq. Gözəl bir misralarını nümunə çəkdiniz. Orada gözəl iki sətir də var, iki misra da var. Deyir, qərbdə ulduz kimi batsam şərqə bax, şərqdən günəş kimi doğulacağam. Bugün yəqin ki, bizim hər birimizin fikirlərində necə ki, Xəlil Rza Ulutürk yenidən doğulur. Yəqin ki, Mələkə xanım, sizin də öz gözəl o məlahətli səsinizdə bugün onu anacaqsınız. Təşəkkür edirəm. Az öncə Flora xanım, Frəngiz xanımı Ulutürk ilə bağlı ona sayğısından danışdı. Flora xanım, mən düşünmürəm ki, Xəlil Rza Ulutürk kimi bir insanı sevməmək mümkün olsun, əgər Frəngiz xanım onun həyatında olmasaydı. Yəni onu o səviyyə qaldırmış olsun və Xəlil Rzanın bütün şeirlərində onun şəxsiyyəti canlanır, boylanır, amma çox kiçik bir şeiri var, sonra mən biraz böyük şeirə keçəcəm, onu deməyə bilmirəm ki, deyir ki, biz nəyik? İldırım, torpaq, su, külək, əsək yer üzünə nəsimi tək, yaşayaq, yaradaq, ölsək də, ölək bir ömrə sığmayan nəsimi tək. Yəni, Xəlil Rza nəsimi ruhlu insan idi və belə bir insanı sevgisinə də təbii ki, Frəngiz xanım da layiq idi. Sağ olsun Frəngiz xanım və mən... Əbəs yerə çox üzr istəyirəm yazmayıb da, onda Flora xanım ki, Xəlil Rza Ulutürk milli poeziyamızın qranit sütunlarındandır. Yəni, bu yəqin ki, fikir tam haqqına deyilmiş fikir idi. Bəli, və Xəlil Rza Ulutürkün mən Azərbaycanım şeiri var, çox sevdiyim şeirdir, istərdim onu indi səsləndirim. Dinləyin, dinləyin, mən bir kamanam, şərqin sinəsindən qopan fəqanam. Uzaq əsrlərin dərinliyindən sabaha üz tutan sonsuz karvanam. Ovcu qabar, sinəsi təşnə, günəşi ardınca çəkən sarvanam.
Bu koca dünyanın ten ortasında bülbülü susmayan bir gülistanım. Sovqatı bəxşişi açıq senidə, ağzının sonuncu tikəsini də dosta bağışlayan, düşmənə verən dumanlı Təbrizəm, çənli Zəncanam. Hər şeyi alınıb tükənsə belə, eşqi tükənməyən Azərbaycanam. Dinləyin, dinləyin. Mən bir kamanam, dağdaşı yandıran aham, amanam. Bir vaxt Albaniya dedilər mənə, dağlardan vüqarlı Alpam, Alpanam. Təkcə öz dibinə işıq salmayan, hamıya nur verən Şamam, Şamdanam. Dinlə qoca dünya, ey mənim anam. 100 yol öldürülən, yenə ölməyən, əzəli, əbədi Azərbaycanam. Xaqanım Xaqandan qaçıb gələndə, açdı mənə dedi ürək sirrini. Qızıl külkəçiyəm, mən qoca şərqin. Qızıl külkəsiyəm mən qoca şərqin. Sənin ağ boynunda ey ulu dünya, bir düzüm mirvari, lələm, mərcanam. Tikanlı məftillər dibində bitən tikansız bir güləm, yaşıl reyhanam. Hər bir nübarını, laləzarını qohuma qonşuya verən bağbanam. Ey cahan, bir daha sən məni dinlə. Göz könül dolusu hələ gülməyən, 100 yol öldürülən, yenə ölməyən, əzəli, əbədi Azərbaycanam. Mələkə xanım, ruhunuza, ürəyinizə qüvvət. O qədər hər kəlməsini elə bir həssasiyyətlə, elə bir əmanətlə təqdim etdiniz ki, oxucuya və bu yəqin ki, çox yaxşı tanışdı bir çox poeziya sevərlərə ki, Respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra onun çox ən deyərli, yüksək mükafat olan İstiqlal ordenini 3 böyük şairinə təqdim etmişdi. Bəxtiyar Vahabzadə, Məmməd Araz və onlardan biri də Xəlil Rza Ulutürk idi. Ümumiyyətlə, milli liderimiz Heydər Əliyev istər Sovet dövründə, istərsə də müstəqilliyimizi qazandıqdan sonra həmişə Xəlil bəyə böyük məhəbbətlə, ehtiramla yanaşırdı. Firəngiz xanım təsdiqləyər ki, hələ Sovet dövründə yüksək vəzifədə olanlardan biri Xəlil Rzanı millətçi şair deyə ironiya etmişdi. Amma Heydər Əliyev demişdi ki, o millətçi yox, milli şairdir. Bəli. Millətini sevən. Bəli, millətini sevən milli şairdir. Hətta Təbriz şəhid olduqda ilk dəfə başsağlığı verənlərin sırasında da onun vaxtı Heydər Əliyev Naxçıvandaydı. Heydər Əliyev olmuşdu. Yəni Heydər Əliyev həmişə Xəlil Rzanın o böyüklüyünü, o duyğularını, o cəsarətini alqışlayırdı. Çünki deyirdi, bizim şairlərin içində Xəlil Rza Ulutürk qədər cəsarətli şairimiz yox. Doğrudan elə idi. Yazmaq ayrıdır. Xəlil Rza öz şeirlərini haykırırdı. Öz şeirlərini o sədasında rəli gedirdi, bayraqdarıdı. Sözün o ləyaqət bayrağını səmalara qaldırırdı Xəlil Rza. Nə xoş ki biz onu gördük. Nə xoş ki onun təşkil etdiyi o mərasimlər olurdu, mitinglər olurdu, nə bilim yürüşlər olurdu, məclislər olurdu, millətimizin xeyrinə, dövlətimizin xeyrinə onun iştirakçısı, onun komandanlığı altında bir sıravi əskər olmuşam. Mən xatırlayanda hərdən bir qürur hissi keçirirəm və Xəlil Rza haqqında çox yazılıb.
məqalələr də yazılıb, kitablar da yazılıb, yazılmaqda da davam edəcək, çünki o bir doyumsuz çeşmədir. Amma mənim aləmimdə Xəlil Rza haqqında ən gözəl yazını, ən gözəl şeiri Məmməd Araz yazıb. Səsi Gürşad qiyafəli, sözü Gürşad qiyafəli, oğul vardı aramızda, birincilər cərgəsində birinci idi, andı əskər andı idi, hökmü insan hökmü idi, adi hökmülü qəhrəman insan vardı aramızda, Xəlil vardı aramızda. O kürsüyə çıxanda yerlə göyün parçası idi, qələm onun fırçası idi, əyilməzdi Xəlil Rza, tərif üçün geri dönməz, tərif üçün əyilməzdi. Əyildiyi bir kəlmə vardı, əyilməzlik. Uşaq güləndə, qadın təbəssümündə əyilərdi o əyilməz. Çiçəyi çırtlardı uşaq güləndə, ürəyi gülərdi qadın güləndə. Şeir bir mini poemadır deməyə vaxt aparar. Yəni mənim aləmimdə bu şeirdə Xəlil Rzanın dəyanəti, mətinliyi, obrazı var. Çox qəribədir ki, bugün bu sanki insanın özündən qeyri-ixtiyari baş verir. Xəlil Rza Ulutürk deyəndə insan özünü toparlayır və bir çəkidə təqdim eləyir. Daha yumuşaq deyilməyə sanki icazə vermir. Yəni Xəlil Rza Ulutürk insanın dilindən bu kəlmələr səthi bir şəkildə qopa bilmir. Artıq dilə gələndə bir hökm var, bir çəki var. Ən azından Azərbaycan dilinin mühafizəsində nə qədər onun fəaliyyəti var idi? Yəni onun cəriməsi bugün nə dərəcədə populyardır, nə dərəcədə hər kəsə yaxşı tanışdı, nə qədər cəfakeş idi dilinin qorunması üçün? Mən onu deyə bilərəm ki, sizin sözünüzü yarımçıq qoydum bəlkə. Buyurun, buyurun. Ümumiyyətlə, Xəlil Rzanı mən zarıyan görmədim. O, xəstə məsələ yerində uzanırdı. Amma elə fikri qalırdı kitabın yanında, dəftəri yanında. Sonra onu həkim icazə vermirdi, şəkəri var. Ayaqlarını çox aşağı uzatmasının. Həmişə geri uzansın. Amma o uzana bilmirdi. Deyirdim ona ki, sən gid uzan, sənin işin yoxdur. Sən nəyə yazacaqsın? Ver mənə, mən yazarım onları. Deyir, sən indi yazmırsan, sən indi Marks öyrərsən. Şey eləyirdi mənə də, iraq tuturdu mənə. Təni eləyir mənə. Deyirəm, mən də cəmiyyətə çıxıram, necə insanların qabağına çıxıram, auditoriya girirəm, mən də öz sözümü öyrənim. Bunu indi tutublar bunu, bu 26 yanvarda tutdular bunu, apardılar. Bilmirik kim hara apardılar, necə apardılar. Moskvaya ya Krasnovodskaya, orada da dustaqxanalar var. Amma mən getdim Vaqif Hüseynovun yanına. Görüş istədim, yəni olmadı orada. Dedim, o praporşki oturub pəncərənin qabağında, dedim ona ki, bura dustaq gətiriblər. Dedi, yox, mənim növbəm deyil, bilmirəm. Biraz xeyli oturdum orada, gördüm, başqası gəldi. Ona da dedim ki, burada dünən dustaq gətiriblər, dedi, bilmirəm. Sən deməli gətiriblər də, oradan da qara maşına mindiriblər, aparırlar Moskvaya. İndi mən qalmışam buna necə söz deyim. Çox əziyyət çəkib o yollarda. Doğru. Amma yenə də o əzəmət, o vüqar daim özünü qoruyurdu sizin söylədiyiniz kimi. Mən o bir dənə şeiri istəyirəm, mən də deyəm ki, mən ona dedim, yazdım bananın içində ki, Xəlil, gördün, tutdular səni. Mən dedim ki, səni tutacaqlar. Mənim dissertasiyamı müdafiə eləməyə mənə qoymurdun. Özüm verərəm, özüm apararam. Amma məqsədini bilirdim niyə ki, Marksdan yazırsan, İngilisdən yazırsan. Amma orada yazdı mənə. Deməli, praporşkiyə bir dənə bananı verib, o da onun içinə bir dənə şey yapıldı. Mən öydə deyirdim ona, belə eləyəcəklər səni, bu formada mənlə əlaqə yarada bilərsən. Dedi, qorxma, mən sarsılmaz dağ qalasıyam. Min bir ölüm gələ sağ qalasıyam. Sabah azad olub hayqırasıyam.
Canım ey azadlıq, can Firəngizim. Yəni hələ ora düşüb, orada da ağlı gəlməyib. Dediyin o ünvan yenə də yəni dəyişmirdi. Bax, mən istəyirəm bir qədər də yəqin ki, bu istiqamətdə də bəlkə yenə də o poetik hissləri Mələk xanım gözəl bir şəkildə dilə gətirəcək. Bir qədər də onun ədəbi dilimizin mühafizəsi ilə bağlı Flor xanım fikirlərinizi səsləndirir. Şeirlərində də çox gözəl ehtiva olunur. Bu dildədir yüzabidə, minabidə, xilafəti parçalayan Babəkimin qəzəbi də məhv olarsa bir gün. Bu dil Göygöl onda Göygöl deyil, Qoşqar onda Qoşqar deyil. Necə gözəl tərənnüm olunur. Sovet dövründə o dil uğrunda mübarizəyə qalxmışdı. Bəzən bunu zarafatla deyirlər, amma dostlar arasında bir cərimə tətbiq eləmişdi ki, kim başqa yad əcnəbi söz işlətsə, o qəpik ilə onu ödəməli idi. 1 manat da mükafat verirdi gözəl o dili təbliğ eləyənlərə. Yaxşı danışana da özü mükafat verərdi. Yəni Xəlil Rızanın çox qərbəlikləri də çoxdur, qeyri-adilikləri də çoxdur. Bir dəyanətli hərəkətini mən hər dəfə deyirəm, deyəndə həm qürur duyuram, həm kövrəlirəm. Bağışlasın Firəngiz xanım, mən onu xatırlayacağam. Yəni, bu nə hadisədir? Xəlil bəy şəhid atası oldu. Və Əzzə Cəfərzadə ilə biz fikirləşirdik ki, biz Xəlil bəyə bu necə olacaq? Biz bunu həll eləyə bilmirdik və Şəhidlər Xiyabanında, dəfn mərasimində biz gizlənirdik Xəlilin gözlərindən ki, bunu nətər görüşək? Bir də bir dağ qartalı, nə cür çıxış elədi? Firəngiz, gözün aydın. Oğlum vətən uğrunda şəhid oldu. Bu dəyanəti hər kəs bacarmazdı. Təkcə mənə göz aydınlığı vermədi. Sevinci də göz aydınlığı verdi ki, sənin ərin vətən yolunda, xalq yolunda mübarizə edir. Başını dik tutsan. Bu yerdə icazə versəydiniz, mən Xəlil Rza Ulutürkün Firəngiz xanımı həsr elədiyi, təbii ki, çox şeylər həsr eləyib, amma bir kədərli şeiri var, lirika tonunda. Həbsxana həyatında yazmışdı yəni. Firəngizim, əzizim, mənim yeganəm, bircəm, boynu buruq nərgizim, qanyaş tökən gül gönçəm. Bəlkə öyle bilirsən, bambaşqa bir məkandayam. Hörümçəkli, ilanlı, qaranlıq zindandayam. Vallah nur içindəyəm. Ey mənim gözüm nuru. Burada nə bir əqrəb var, nə də hörümçək toru. Kameramız kəm işıq, kiçik bir mənzilə bənzər. Yorğan döşək tərtəmiz. Balış üzü qətəcər. Möhürlü ədyalım var, evdəkindən də yaxşı. Məlul müşkül dayanma, ey könlümün sirdaşı. Düzdür, qapım dəmirdir. Pəncərəm də dəmirdən. Bu da bir əmir idi. Gəldi, keçdi ömürdən. Mən siyasi dustağam. Sən uca tut başını. Pəncərəni aç bugün. Əyilsin günəş, öpsün gözün yaşını. Öpsün gözün yaşını. Təşbih metaforanı nə qədər gözəl təbliğ etmək, nə qədər incə bir şəkildə tərənnüm etmək olar. Amma gəlin bir məqama diqqət yetirək. Xəlil Rza Ulutürk həmişə vəziyyəti çox yüksək qiymətləndirirdi və o müdriklük, o əqidə, o qətiyyət daim onun ruhunun sanki sütunuydu və onun üçün də şəhidlik çox şərəfli bir andı idi. Və gəlin biz bu vəziyyətə onun gözlərindən baxaq və daha məğrur bir şəkildə yanaşaq. Bilirsən, kövrəldik. Məmməd Araz deyirdi, kövrəklik olmayan yerdə heyrət, heyrət olmayan yerdə kəşf yoxdur. Yəni, bu kövrəlməyin o daxilində də bir qürur var. Təbii. Xəlil Rzadan danışında təbii ki, biz bir hürriyyət aşiqindən danışırıq. Xəlil Rzadan danışmaq
azadlığımız yolunda canını odlara fəda etmiş bir böyük şəxsiyyətdən danışırıq. Belə insanlar heç vaxt ölmürlər, nura qərşər bir ömür sürürlər və yenə Məmməd Araza qayıdıram, deyirdi ki, mən hər səhər günəş doğanda onun sayrışan şəfəqlərində Xəlilin simasını görürəm. Yəni, bu təkcə bir şairin fikri deyil, bu bizim hamımızın fikridir. Mən istərdim ki, qənimətdir. Nə qədər qənimətdirsə biz Firəngiz xanımı dinləyək. Hə, onun danışacağı xatirələri, onunla dilə gətirəcəyi fikirləri doğrudan da qənimətdir. Onun Turan çələngi, o qədər danışmaq olar, onun o ali ideyalarından. Ölümündən sonra Firəngiz xanım 50 kitab çıxardı. Bilirsiniz bu nə deməkdir? Nə qədər? Bəli, bu bir ömrə sığacaq qəhrəmanlıq deyil və hələ də deyir ki, əl yazmalarını mən işləyirəm, hələ tükənmir, hələ də var, hələ də axtarır, hələ də çalışır. Hətta gündəliklərində ayrı-ayrı şəxsiyyətlərin obrazını çıxardıb Firəngiz xanım onları yığıb bir yerə. Heç bir günün, heç bir əlamətlər gününü unutmur Xəlillə bağlı. Nə varsa Firəngiz xanımın yaddaşındadır. Əlbəttə ki, biz indi Xəlilin gərək 2-3 arvada baxdı. Zarafatından da qalmır. Təbii. Zarafatından da qalmır. Yəni, çox əsərləri qalıb, çox əsərlər qalıb idi. Mən onu indi gör, nə qədər məsələ bu adama bağlı olmuşam ki, mən bunun bir-birinin dalıca çalışıram bir vaxtda 2-3 əsəri qoyuram yan-yana. Yorulanda onu oxuyur, yorulanda bu birisine bax, yorulanda bu birisine bax. Yəni bu, hələ fikirləşirəm ki, bir çox əsərlər də ortaya çıxacaq. Çoxlu Xəlilin şairlərin portretləri haqqında kitabları var. Məsələn, Əkrəm Cəfər haqqında yazmış. Məziyyətimizdə, nüsrətimizdə o da elə bir insan yox idi ki, onun haqqında bir münasibət bildirməsin, yazmasın. Bir insan ki, hər gün gündəlik yazar. Eynən, hər gün gündəlikdə portret yazar. Səməd Vurğun haqqında, Rasul Rıza haqqında, Sabir Rüstəmxanlı haqqında. Yəni, bu əsərləri Xəlil hər birini ayrıca, məsələn, mən gündəlikdən axtarmışam, tapmışam. O adamlar haqqında yazıları yığmışam.